Salam əziz izləyicilər. Bugün sizi çipsi salatının hazırlanma qaydası ilə tanış edəcəyik. Burada istifadə olunan ərzaqlar 1 stəkan doğranmış qoz, 2 ədəd qaynadılıb didilmiş orta boy döş əti, 4 ədəd təzə doğranmış xiyar, 4 ədəd duzlu xiyar, 4 ədəd qaynadılmış kök, 1 qutu qarğıdalı konservi və böyüklüyündən asılı olaraq 5 və yaxud 6 ədəd qaynadılmış yumurtanın ağı istifadə olunur. Üzərinə mayonez əlavə edirik və istədiyimiz ölçüdə duz, istiot və ən son pendirli çipsini əlavə edəcəyik. Əziz izləyicilər, nümunə üçün sizə ərzaqların doğrama şəklini bir-bir göstərəcəyik. Hal-hazırda duzlu xiyarın doğranma şəklinə baxırsınız. Əziz izləyicilər, gördüyünüz kimi duzlu xiyarın sadəcə üst hissəsi, qabıq hissəsi istifadə olunur. Orta hissəsi istifadə olunmur. Və bu şəkildə, bu xırdalıqda, bu incəlikdə doğranılır. Gördüyünüz kimi bu şəkildə doğranılır və artıq duzlu xiyar hazır vəziyyətdədir. Gördüyünüz kimi qaynadılmış kökü isə bu şəkildə uzun formada doğrayırıq və içini də istifadə edirik. Yəni xiyardan fərqli olaraq kök bütünlüklə istifadə olunur. Əziz izləyicilər, gördüyünüz kimi kök, xiyar, duzlu xiyar və təzə xiyar bu şəkildə uzun doğranmışdır artıq. İndi birazdan biz salatın qarışdırmasını, hazırlanmasının son mərhələsinə keçəcəyik. Toyuğun döş ətini artıq əlavə etdik. Əlavəcən qaynadılmış kök. Təzə xiyar. Çox da çətin bir hazırlama qaydası yoxdur. Yəni, çox sadə hazırlama qaydasına malikdir. Çipsi salatı. Duzlu xiyar. Və qaynadılmış yumurta. Biz 6 ədəd əlavə etdik. Çünki yumurtanın boy ölçüsü balaca idi. Yumurtanın ağını və 1 qutu qarğıdalı konservini əlavə edirik. Qoz 1 stəkan. Və mayonezi əlavə edirik yavaş-yavaş. Və birlikdə hamısını bir yerdə qarışdırma prosesidir. Çox asan hazırlama qaydası var. Yəni, qısa bir zamanda çipsi salatını hazırlaya bilərik. Və salat ən sonda artıq çipsini gözləyəcək. Əziz izləyicilərimiz, çipsini ən sonda, yəni salatımızı artıq süfrəyə sunan zaman salatın üzərinə qoyuruq. Çünki sulana bilər və heç də ləzzətli olmaz. Gördüyünüz bu şəkildə doğranılır və görürsünüz. Və çipsi salatının üzərinə əlavə edirik. Və buradan da çipsi salatımız son halını almış olur. Əziz izləyicilərimiz, nuş olsun, çipsi salatımız hazırdır. Ümid edirəm ki, bəyənəcəksiniz
Öz fikir və arzularınızı yazmağı unutmayın. Salamat qalın.